Fürsətdən istifadə edib bütün xalqımızı, bütün millətimizi növbəti ilə təbrik edirik. Bütün xalqımıza, elimizə, obamıza sülh, əmin-amanlıq, mehribançılıq. Allah Taala'nın nə xoş günü varsa bütün elimizə, obamıza qismət olsun inşallah. Hər kəsə xoş günlər arzulayıram. Sazan. Bu da sazanımız. Deyirlər ki, sazan belə elə. Görün neçə yerdən keçib. Dostlar, yaxşı bir sazan gəldi. Hətam o yenə də sözün deyir. Qəşəng bir sazandır. Allah ardını getirsin. Allah bütün arzusunda olanların gəlsinlər belə bu balıq həyəcan ki çıxardır salamını. Bu həyəcandan bütün dostlarımıza qismət eləsin. Beş minlik, bir de 4 minlik barabanlardır. Qayda barabanıdır. Soldaki baraban da mənim qardaşım mənə hədiyyə edibdir. Dayvan orijinal barabanıdır. Reklam karakteri daşımasın, sadəcə deyirəm. Çubuqlarım hal-hazırda 3.90'ımdır və 3.60'ımdır. Pavadokum, yəni burada hal-hazırda işlədiyinə görə deyirəm. Pavadokum 1.6'dır. Qarmağın birində 14 qoymuşam, birində 10 qoymuşam. İkisi də Ovner'in qarmaqlarıdır. Kəskin deşicilik xasiyyəti olduğuna görə onları qoymuşam ikisini də. Yəni əksər yerdə bunlardan istifadə edirik. Bakın kürülüdür. Bakın, balık kürülüdür. Burada balık tutanlara baxıram, fikir verirəm. Əksəriyyət kənddən, rayondan, yaxından gələn adamlardır. Belə deyim, 99%'i gördüklərimdən danışıram mən. İndi ola bilər, araz böyükdür, ərazi böyükdür, tutulan yerlərdə çoxdur. Dərin yerləri var bunun, dərin su hövzələri var burada. Arazın dərin olan yerləri var. Eşitdiyimə görə, burada eşitdiyimə görə əksəriyyət ora gedir. Nəsə, indi biz bugün bura gəlmişik, müəyyən səbəblərə görə. Baxıram, gördüyümə görə görürəm ki, burada əksəriyyət hamı demək olar ki, quruz, yəni yük və 2 dənə qarmaqla tutur. Sadəcə. Qurdu taxır üstünə və adi torpaq qurdu. Yəni peyin qurdu deyil, qırmızı qurd deyil. Adi torpaq qurdu, ağlı, qaralı. Bir də o açıq qırmızılı olur. Bunu danışmaqda məqsəd bilirəm ki, indi videomuzdan sonra burada
müraciət, Samir Hətəmova da müraciət edənlər olacaqdır ki, gələk biz də gedək. Ümumiyyətcə özü də gələn olacaqdır. Yəqin ki, verilişdə, YouTube kanalımızda biz konum da atarıq ki, yəni bura haraydı. Arazın çəkisi, sazanı. Ukleyka da vurdu və çapak da vurur. Araz çayı, baxırıq su bulanlıqdır. Bulanlıq suda adətən çapak balığı bulanlıq suya meyilli olur. Yəni bulanlıq suda çapak balığı tez-tez görsənir. Hələ ki bugün çəki görmədik. Bir dənə Zamik qardaşımız çəki çıxardı. Səhər tezdən gələn kimi. Və Seymur qardaşımız da bir dənə çəki çıxardı. İnşallah hələ ki axşama kimi buradayıq. Yəqin ki inşallah biz də görərik həmən çəki balığından. Bizim də tilovumuza gəlib düşər. Çox yaxın getmə Faik, 2 dənəsi görünür. Oy, yerə bildim oldu. Burada vurmur da, eşən atma gibi. Dəymiş, ağız dəymiş burada balıq vurmur. Gəlir. Faik. Qəşəng. Yekədir. Götündən də elə iridir. Ay maşallah. Ay maşallah, nə yaxşı. Axım nə boydadır? Yarım kilo olar. Ay maşallah. Hələ ki mənə və Elşənə karas və leş bir də vobladan şamayka, ukleyka. Bu 4 növ, 5 növ balığı tutmuşuq. Bu balıqları tutmuşuq biz. Amma o tərəfdə Zamik qardaşımız, bir də Hətəmov, bunlar sazan da tutubdular. Açığı görmədim yaxından sazan idi yoxsa karp idi, nəsə tutubdular. Karas da tutubdular. Amma burada fikir verirəm, buradan baxıram, hərdən vuruş oradan çoxdur. Bilmirəm, yemimizlə əlaqədərdir, bilmirəm, sırf biz buna oturmuşuq, onunla əlaqədərdir. Heç rımığı da bir o qədər maraqlanmıram, baxmıram, atmışam, durubdu orada. Rəqib qardaşımız gözəl bizə kebab pişirdi. Kebabımızı da yedik. Söhbətimizə balıq daxil eləmək istəyirik. Zərəl yoxdur, bunu çıxardaq qoyaq söhbət. Yeməyimizi yedik, gəldik. Gəldim üstünlərə baxdım ki, hələsinin üstündə artıq bir dənə balıq var. Bu biraz sevindirici oldu. Nə baxımdan? Yəni ki, leş gəlib. Baxın, maşallah. Görün çəki var. Ucu da gözəldir. Ölçüsü, razmeri. Sözümün qısası. Yemimiz effektini verir. Yenə də öz sözüm. Zavasını yedik.
Yaqın dənizdən çıxıb Şamaxıya. Geçen seferden çıxardı. Yoxsa Pramon qarşı. Pramon gəl. Pramon. Başdan göstərir. İstini. Bu temperaturu göstərir. Küləyi göstərir. Axşama yaxın artıq. Mən onu deyə bilərəm ki, bu bizim nəzərinizə çatdırım ki, bu dostlarımız bizə izlədikcə, baxdıqca, belə kommentariyalarda öz fikirlərini bizlə bölüşürlər, diqqət göstərirlər. Biz də çalışırıq ki, get-gedə rəngarəng yaxşı çəkilişlər aparaq. İndi bizim aprel ayında da sazan balığını bildiyimiz kimi aprel ayında körün tökən vaxtıdır. İndi biz də su qızdıqca, balıq körün tökəndən sonra bu su hövzələrini biz dəyişəcəyik. Fikrimizdə var ki, başqa yerlər seçəcəyik. Paplavokla da orada biz çəkilişlər aparacaq. Sarı sudan çəkilişlər aparacaq sizin üçün inşallah. Sonra şərbət var burada. Müəyyən yerlər var. Bu, yəni oradan fikrimiz var. Oradan yaxşı çəkilişlər aparacaq. Yəni su get-gedə qızdıqca balıq da aktivləşir, dəyməyə başlayır. Bugünkü balıq ovunu qənaətbəxş hesab etmək olar. Əfsuslar olsun ki, vaxtımız məhduddur. Biz artıq yığışıb getməliyik. Amma inanın ki, yəni gecə biz burada otursaq, gecə balığına oturası olsaq, gündüzdən daha güclü effekt olar. Yəni çox gözəl çapak balıqları gəlir. Hətta qəşəng trofeylər, doktorla Elşəndə qəşəng trofeylər var. Yəni Araz çayı mənə çox xoşuma gəldi. Və eyni zamanda siz tamaşaçılarla yəqin ki, növbəti verilişlərimizdə inşallah bir daha qeyd etmək istəyirəm. Mart ayının sonu, aprel ayının, yəni 15-dən sonra balıq mövsümü daha aktiv olacaq, daha aktiv vuruşlar baş verəcək və o anda da biz harda olmağımızdan asılı olmayaraq həmin anları dəqiqə bə dəqiqə, saniyə bə saniyə çəkib siz tamaşaçılarımıza təqdim edəcək. İnanıram ki, mənim bura sonuncu səfərim deyil, mən bura yenə səfərə gələcəm. Ya axşam çağı, bax indi görürsünüz ki, balığın vuruşu daha da aktivləşib. Yenə deyirəm, təəssüf ki, biz gedirik. Yəni getməsəydik, əgər oturası olsaydıq, daha yaxşı balıq tuta bilərdik. Kulağına tut böyle hazır bomba gibi sallar ona. Neye zannediyor? Deyirəm tam üstü. O şeyin bu da bizim tutup durmuyor. Bir qəşəng balıqlardan. Nazlı balıqlardır. İşte balaca bobla. Onda bunu boblanı bırakar.
az vurub, amma biraz irilərinin vurmağı artıq məndə o şübhəni yaradıbdır ki, burada gecə gözəl, bilmirəm nə qədər iri, amma normal leşlər olur. Bir-iki Jamayka oldu, Vobla oldu, amma yenə də mən dayanmaq istəyirəm, bax danışıram, orada vurur. Real qardaşımız indi onu çəkəcək. Baxın, baxın, çək Real. Yenə də, yəni sözümün canı odur ki, mən əsaslanıram ona ki, Fidir öz sözünü, yenə də öz sözünü Fidir deyir. Bəsdir Real, daha yığma. Bəsdir, get bəri. Baxın. Bu leşdir. Nə deyirsiniz əmi siz burada? Ona taxtaporu da deyirik. Ondan sonra ne deyirlər o? Nəsə, hə, çapaq? Çapaq. Çapaq, hə, çapaq da deyirlər, taxta da. Yəni nəyi demək istəyirəm? Dayanmadan bezpririvni, fasiləsiz bu balıq bu günlərin vurdu. Günorta əzanından sonra deyək. Günortadan sonra. Yəni dayanmadan fasiləsiz vurur. Xırda səbətdə, dəmir səbətdə tez ölür. İndi qıraqda təbii ki, lap tez ölür. Sumkada lap tez ölür. Bu səbətlərin üstün cəhəti nədir? Yəni bu səbətlər gördüyünüz kimi balığı öldürmür. Baxın. Mingəçevir su ambarında, bir çox su ambarlarında, eləcə də Şəmkir su ambarında, zalivlərdə kürüyə çıxan sazan, kürüyə çıxan karas, kürüyə çıxan leş balıqlarını kütləvi şəkildə toka vermək lazım deyil. Bu barədə bizim artıq şikayətlərimiz olubdur, şikayət də eləmişik, əlimizdən gələni eləyirik, eləyəcəyik də. Yəni bu nədən ötəridir? Bu bizdən ötəridir. Vallahi bizdən ötəridir. Bu günlərim heç bilmək olmaz bizim sabah övladımızın həvəsi olacaq balıq tutmağa, yoxsa olmayacaq. Bu günlərim ən azından bu bizim növbəti dəfə balığa gələndə sevinməyimiz üçün, keyfimizin xoş, gözəl olması üçün, yəni bunları eləmək lazım deyil. Ona görə də xahiş eləyirəm. Bu pis, belə deyək, pis, həm də günah olan bu işlərdən əl çəkmək lazımdır. Gəlin, normal şəkildə, gözəl şəkildə, spilniklə, avadanlıqlarımızla, əlimizdə olan üsullarla, vəsaitlərlə gəlin gözəl şəkildə balığımızı tutağın və həm özümüz zövq alağın, həm də imkan daxilində özünüz də çəkilişlərinizi edin. Mingəçevir balıqçı klubu var. Məsəl üçün qoşulun, paylaşımlarınızı edin, bölüşəyin, bir yerdə olağın, həmrəy olağın. Çox gözəl, yəni bu da bizim hobbimiz, əyləncəmiz olsun. Bir daha dostlarımızı, bizə diqqət göstərən dostlarımızın hamısına minnətdarımızı bildiririk. Balıqçı kanalını izləyin. Balıqçı kanalı nə varsa təbii onu göstərir. Çox gözəl, ruhu dincələn çəkilişlərlə, yüksək səviyyədə çəkilişlər təqdim edəcək sizə. Daimi izləyin, kanala abunə olun ki, biz təzə video atdıqca sizin də xəbəriniz olsun. Hələlik, salamat qalın. Xırdaları bir-bir, yavaş-yavaş baxın. Balıqçılarımız bilirlər, hobla balığı ən tez ölən balıqlardan biridir. Amma baxın, gördüyünüz kimi diridir. Karasımızdır, xırdadır. Hobla balığı, baxın. Hamısı diridir. Baxın, vobla balığı. Gördüyünüz kimi hamısı diridir. Baxın. Beləliklə, gəlin həmrəy olaq, həvəskarlar, balıqçılar, bu yolla pul qazananlar.
Yəni gəlin həmrəy olaq. Başa düşürəm, bu yolla balıq tutmaqla, satmaqla iş quranlar var, biznes quranlar var, evinə çörək aparanlar var. Allah cümlə Azərbaycan millətinin ruzusunu, bərəkətini yetirsin inşallah. Sadəcə demək istəyirəm ki, vaxtı var, vədəsi var. Bax, indi aprel ayındadır, səhv eləmirəmsə. Yəni, bitir. Yığışdırmaq lazımdır. Torları yığışdırmaq lazımdır. Qadağa qoyuldu, dövlət tərəfindən, Rəsmi Ekologiya Nazirliyi tərəfindən qadağa qoyuldu, xahiş edirəm. Torları yığışdırağın. Tordan istifadə etməyəyin. Böyük xahişlər eləyirəm. Tokdan istifadə etməyəyin. Su ambarında, bir çox su ambarlarında, eləcə də Şəmkir su ambarında, zalivlərdə kürüyə çıxan sazan, kürüyə çıxan karas, kürüyə çıxan leş balıqlarını kütləvi şəkildə toka vermək lazım deyil. Bu barədə bizim artıq şikayətlərimiz olubdur, şikayət də eləmişik, əlimizdən gələni eləyirik, eləyəcəyik də. Yəni bu nədən ötəridir? Bu bizdən ötəridir. Vallahi bizdən ötəridir. Bu günlərim heç bilmək olmaz bizim sabah övladımızın həvəsi olacaq balıq tutmağa, yoxsa olmayacaq. Bu günlərim ən azından bu bizim növbəti dəfə balığa gələndə sevinməyimiz üçün, keyfimizin xoş, gözəl olması üçün, yəni bunları eləmək lazım deyil. Ona görə də xahiş eləyirəm. Bu pis, belə deyək, pis, həm də günah olan bu işlərdən əl çəkmək lazımdır. Gəlin, normal şəkildə, gözəl şəkildə, spinniklə, avadanlıqlarımızla, əlimizdə olan üsullarla, vəsaitlərlə gəlin gözəl şəkildə balığımızı tutağın və həm özümüz zövq alağın, həm də imkan daxilində özünüz də çəkilişlərinizi edin. Mingəçevir balıqçı klubu var. Məsəl üçün qoşulun, paylaşımlarınızı edin, bölüşəyin, bir yerdə olağın, həmrəy olağın. Çox gözəl, yəni bu da bizim hobbimiz, əyləncəmiz olsun. Bizimlə qalın, bizimlə növbəti səfərlərdə, görüşlərdə görüşənədək. Hələlik.